Salam əziz insanlar, Həqiqətin Özü adlı kanala xoş gəldiniz. Bu dəfə sizə qeyri-adi bir mifoloji bir hekayə danışacağım. Ola bilər bu hekayə reallıqda olub. Ola bilər nə vaxtsa heyvanlar və insanlar bir-birlərinin dilini anlayırdı və bir-birlərinə qarşı hörmət edirdi. Bu hekayəni ilk 1937-ci ildə danışıblar. Hekayə də kitaba yazılıb. Bu hekayəni isə mən 4-cü sinifdə olanda oxumuşam və bu hekayə mənə çox təsir elədi. Böyük təsir elədi. Mənim o 4-cü sinifdəki fantaziyamı, ürəyimi elə bil şey elədi. Canlandırdı, ofsunladı və hələ də onun effekti keçməyib. Mən bu hekayəyə baxanda həmin o 4-cü sinifdə oxuduğum zaman hiss elədiyim o duyğuları, emosiyaları yenidən keçirdirəm. Deməli, bu hekayə mifologiyaya aiddir. Mifologiya isə Rusiyanın şimalında yaşayan xalqlara aiddir. O xalqlardan birinin adı Evenkidir, Evenki xalqıdır. Deməli, günlərin bir günü, indi biz keçək mifoloji hekayəyə. Günlərin bir günü bir balaca bir kənddə, Rusiyanın şimalında Evenki adlanan tayfada bir ailə olur. Və bu ailənin bir qızı olur. Qadın, kişi və qız. Günlərin bir günü ata öz qızını özü ilə götürür ki, onlar getsinlər və iş görsünlər. Hər yerdə də qar yağır. Ora bildiyiniz kimi şimaldır, soyuqdur, hədsiz dərəcədə soyuqdur. Deməli, bunlar getdilər, iş görürdülər. Amma qız oynaya-oynaya oyun oynayırdı, ata da iş görürdü. Qız çıxdı, getdi çox uzaq bir məsafəyə. Və ata bunu tapa bilmədi, nə qədər axtardı, tapa bilmədi və düşündü ki, mənim qızımı yəqin ya canavar öldürüb, ya da ayı öldürüb, ya da başqa bir ruhlar onu aparıblar. Bildiyiniz kimi qədim tayfalar qədim inancılara inanırdı. Qədim inancılarda isə totemizm var, ruhlara inan var, təbiətin ruhu var, ağacın, daşın, onun, bunun, çayın ruhları var. İndi türklər belə qədim türklər nə edirdilər? Məsələn, yemək bişirirlər. İndi Monqollarda gördüyünüz kimi türklər yemək bişirirlər, onu torpağa verirlər, yaxud da ki, Monqollar əti kəsirlər, belə atırlar. Yəni ki, təbiətə şey eləyirik, biz qulluq eləyirik. Bunu bizə təbiət verdi, biz də bunu təbiətə qaytarırıq. Təbiət bizim üçün müqəddəsdir, bu təbiətin ruhudur. Hər bir şeyin, hər bir balaca daşın, hər bir ağacın, hər bir ulduzun, təbii hadisənin öz ruhu var. Monoteist dinlərdə də hər bir şey, hər fiziki hadisə mələkdən əmələ gəlir və mələyə aiddir. Qədim mifologiyada isə, məsələn, qədim Romada külək, o sərin, təmiz külək, nəvaziş, qayğı gətirən küləyə onlar zefir deyirdilər. Zefir tanrısı, zefir yenidən gəldi. Nəysə, bu öz yerində, bunu açıq-aydın özünüz dərk eləyə bilərsiniz. İndi məsələ ondadır ki, bu qız gələ-gələ oynayırdı və birdən-birə bu qarın içində, qarın qatı da çox yüksəkdir. Qız düşür bir quyunun içinə. Quyunun içinə düşür və orada ayıya rast gəlir. Nəysə, qız aydan qorxur, amma ayı ona deyir ki, qorxma, mən səninləyəm, nə bilim, mən sənə kömək eləyəcəm. Bu qız da deyir ki, mən acam. Ayı orada yatır da, yuxudadır, qış yuxusunda. Ayı da dırnaqları yekədir deyə dırnaqlarını ona verir ki, yəni dırnaqlarımı dişləyə-dişləyə yavaş-yavaş yaşayarsan da bu sənin bir yeməyin olar. Nəysə, aylar keçir. Bu qız əvvəl-axır qar əriyir və aydan çıxır və ayını tərk eləyir. Ayını tərk eləyir və çıxır gedir evinə. Günlərin bir günü qız anlayır ki, o hamilədir. Atası, anası onu görəndə sevinirlər, deyirlər ki, nə yaxşı, biz elə bildik qızımız rəhmətə gedib, amma o gəlib qayıdıb bizə. Sevinirlər. Qız da anlayır ki, hamilədir və nə baş verdiyini anlamır. Gedir bir dənizin yanında yerləşən bir
çuxura girir, mağaraya girir və orada bir uşaq dünyaya gətirir. Yenə də bunu atası axtarır. Atası dedi ki, bu dəfə mən qızımı itirməyəcəm. Ölsəm də gedib onu tapacağam. Gedir, axtarır, axtarır, axtarır. Gəlir, tapır bunu şeyin içində, mağaranın içində və görür ki, bunun qızı insan övladı dünyaya gətirməyin yerinə bir ayı balası dünyaya gətirir. O da dedi ki, ay qızım, yəni biabır olmayaq deyə mən sənin xətrini çox istəyirəm. Bu ayını ver mənə, mən onu saxlayacağam. Mən deyəcəm ki, mən bu ayını meşədən gətirmişəm. Amma sən də o sənin övladındır deyə ona qulluq eləyərsən, ona baxarsan. Bu ayının adını qoydular Nakat. Bir gün sonra bu qız evlənir və bir müddət sonra bu qız evlənir və onun oğlu dünyaya gəlir. Oğlun da adı olur Torqani. Və bu Torqani böyüyür. Bu qız əvvəl ayı balasına yaxşı baxır. Sonra Torqani Nakatla başlayır şeyləməyə, güləşməyə. Nakat hər dəfə bunu yıxır. Qız da şeyləyir, ayı balasını cəzalandırır. Sevmir onu. Ayı balası da başa düşür ki, anam məni sevmir. Mən anama artıq yaxın deyiləm və heyvani təbiəti ortaya çıxır deyə Nakat nə edir? Başlayır yeri qazmağa, orada nə bilim ya dovşanı tutur, ya başqa birisini tutur, başlayır yeməyə. Nənə baba da buna baxırlar, yenə də qayğısına qalırlar. Bir müddət sonra nənə baba rəhmətə gedir. Torqani də böyüyür. Nakat da deyir ki, nənə baba rəhmətə getdi, anam məni sevmir, mən artıq çıxıb getməliyəm. Və çıxır, gedir meşələrə. Amma Torqani başa düşür ki, yəni bu ayı məni məhv edirdi də, yəni hər dəfə biz güləşəndə aşırdırdı məni. Egoizmindən deyir ki, mən gedəcəm, ona qalib gələcəm. Və gedir, böyüyüb artıq, Nakat da böyüyüb, böyük ayıya çevrilib və onunla başlayır, onu tapır Torqani və başlayır Nakatla güləşməyə. Güləşirlər, güləşirlər, Nakat ona hər dəfəsində qalib gəlir. Ayıdır, onun gücü çoxdur ona görə. Və Torqani da deyir ki, mən zəifəm, icazə ver, mən gedim daşları götürüm və birinci zərbəni mən endirim. Nəysə elə olur ki, bu daşları qoyur barmağının arasına, onları da itiliyir. Və Nakatı vuranda, Nakat ayıdır, nə olsun caynaqları var. Bu icazə verdi ki, o onu vursun. Axı bir anadan əmələ gələn qardaşlar da ona görə. Onu vurdu, Nakat yıxıldı yerə və ölməyə məhkum idi. Onda qayıtdı Torqaniyə dedi, bax, bundan sonra siz ayıları ovlayarsınız və bayram keçirdərsiniz. Ayılar da sizə yaxınlaşmayacaq. Ayılar sizə əziyyət verməyəcək, zülm verməyəcək, sizləri yeməyəcək. Yəni sürsümümü, başımı, kəlləmi qoyarsan şeydə, taxtayı keçirdərsən, qoyarsan meşənin yanında, evinizin yanında. Sonra da dedi ki, bax, mənim başımı, bir də ürəyimi, ətini anama vermə. Çünki o mənim anamdır, o yeməsin. Və dedi ki, qadınlar ona görə də nə baş ətindən, yəni nə kəllədən, nə də ki, ürəkdən yeməsinlər, ayının ürəyini. Ondan sonra Torqani gətirdi bu cəsədi evinə, anasına dedi ki, Nakatı öldürdüm, belə-belə bayramlar keçirdilər və bundan sonra Evenki xalqı neynədi? Başladı şeyləməyə, bu bayramları keçirtməyə və ayıları öldürməyə. İndi belə onlarda belə bir adət var. Deyəsən, ayı balasını götürürlər, böyüdürlər, sonra bayram keçirdirlər və vəhşi şəkildə onu öldürürlər. Bax, belə bir mifoloji hekayə idi bu. Təbii ki, bu hekayə Carl Gustav Jung'un şuursuzluq və arxetiplər psixologiyasından baxsaq, bu hekayə nə deməkdir? Bu hekayə o deməkdir ki, burada insan öz heyvani təbiətindən ayrılır. Hər bir mifologiyada belə bir hekayə var. Hardakı insan olmağı seçir, özü-özünə yeni bir mənlik yaradır və heyvanı, içindəki heyvanı keçmişdə qoymağa addım atır. Amma bu heyvanın izləri yenə də onda qalır. Gördünüz, yazıq ayıla necə davranırlar. Çünki hər birimizin içində bu vəhşi heyvan hələ də yaşayır. Mən dünən burada canlı yayım açmışdım. O canlı yayımda özünü dərk etmək üçün gözəl açarları verdim və gözəl
təbii axım vasitəsilə ağzımdan çıxan o ruhani həqiqətləri canlı yayım açdığım videoda paylaşdım. Baxmaq istəyən ona da baxa bilər və bu videoya şərh yazmağı, paylaşmağı unutmayın. Sizə xoş seyirlər. O videoya baxın ki, canlı yayımda açılan translyasiya ki, həqiqətdən faydalanasınız. Bugünlük bu qədər. Sağ olun. Özünüzü dərk eləyin.